Siyasi mübahisələrdən başa düşülür ki, şəraiti görməkdə yine de yeni bir sualın qarşısında dururuq. Acaba İran İslam Cumhuriyyəti devrilib değişilirsə, Türk xalqının və Azərbaycanın mənafiyi təmin olurmu, yoxsa yox? Bildiyiniz kimi İslam Cumhuriyyətinin mahiyyət cəhətindən ən geriyə qalmış, ən mürtəci, ən baskıcı, İranda xalqlara qarşı bir iç sömürgəçiliyi, qadınlara qarşı baskı və anti-qadın, işçilərə qarşı zülm və umum xalqa qarşı tamamen ədalətsizlik və zülm ilə siyasət aparmışdır. Və əlbəttə ki, devrilməsi və çevrilməsi lazımdır. Əlbəttə siyasətdə belə bir devləti çevirmə və devirmə lazımdır, amma yetərli deyil. Ona görə bugün danışığımızda İran İslam Cumhuriyyəti devrilib çevrilirsə, Türk xalqına və Azərbaycana mənfəət mi sağlar və ya ziyan verər deyə, ona görə bu analizdə İran İslam Cumhuriyyətinin çevrilməsi Azərbaycana və Türk xalqına, ümumiyyətlə İranda xalqlara olumlu bir sonucu olurmu, yoxsa yox deyə daşınıb düşünəcəyik. Ona görə yetərliliyi bir rejimin devrilib çevrilməsindən sonra o xalq nə əldə edəcək deyə, hangi mənfəətləri sağlanacaq deyə düşünüb daşınmaq lazımdır. Ona görə bu analizdə İran İslam Cumhurunun devrilib çevrilməsində Türk xalqı və Azərbaycan və umum İranda yaşayan xalqlar nə əldə edə biləcəklər deyə gözdən keçirtməmiz lazımdır. Bu acı gerçəyi İranda yaşayan xalqlar 1357-ci ilin siyasi inqilabında təcrübə etdilər. Meydana gəldilər, Pəhləvilərin səltənətini çevirməyə getdilər. Nə əldə etdiklərinə düşünmədən meydana çıxdılar və sonuc elə ona görə daha pis və daha qaranlıq oldu. Səltənət istibdadı devrildi və yeni bir dini istibdad meydana gəldi. İndi bu əsnada xalqın öncülləri bir şey düşünməlidirlər. Acaba İran İslam Cumhuriyyəti gedirsə, yəni dini istibdad gedirsə, onun yerinə mesela bir demokratik bir hakimiyyət gələcək, az demokratik bir hakimiyyət gələcək, ırqçı və ya necatpərəst bir hakimiyyət gələcək. Çünki görürsünüz ki, İranın Fars ifrati nasyonalistləri gedirlər, Kuruşun qəbri adlanan yerdə ona namaz qılırlar, ərəblərə qarşı çox ırqçı və necatpərəstanə şüarlar verirlər. İran İslam Cumhuriyyəti gedəndə acaba onun yerinə bir ırqçı və ya necatpərəst bir hakimiyyət gələcəkmi? Bunlara düşünəndə əlbəttə ki, bu soru hər kəsə meydanda olur. Acaba İran İslam Cumhuriyyəti gedəndə ondan sonraki rejim bundan bətər olacaqmı? Yoxsa yox? Bundan biraz daha yumuşaq və fəza biraz daha çox açıq ola bilir. Bu suala bu danışığımızda cavab verəcəyik. Mövzuya girmədən bir başqa sualı ələ almaq istəyirəm. Aktivistlərimizin içində bir düşüncə var. Güya indi Türk Milli Hərəkatı Azərbaycanı kontrol etmə durumunda deyil, o gücə sahib deyil. Ona görə gözləyək və bir ideal bir şərait, uyğun bir şərait, münasib bir şərait gəldiyində İran rejiminin əleyhinə mübarizəmiz genişdirək. Bu baxış açısının pəncərəsindən bəziləri baxanda, xüsusən Yaşıl Hərəkatında sükut taktikini bu kəsim meydana qoyduqda Xamneyi də o tərəfdən sakinliyə dəvət edir. Etirazlara qatılmamalarını istirdi. Yəni bizim bu sükut taktikini istifadə edən aktivistlərimizlə Xamneyinin sakinliyə sükuta dəvət eləməsi üst-üstə düşürdü. Yəni nə? Yəni bunlar onun mənfəətinə çalışırdılar. Ona görə bu teori ki, güya ideal bir durum, ideal bir şərait gələcək və biz o şəraitdə meydana çıxacağıq deyə əməldə İran istibdadının yanında durmaqla sonuçlanır. Və bu bizim xalqımızın tarixinə bəlkə ən qaranlıq bir ləkə kimi düşüb qala bilir. İndi isə əvvəlki suala gəldiyimizdə, acaba hər səbəbdənsə İran rejimi devrilib və ya çevrilirsə, Türk xalqının və ya Güney Azərbaycanın çıxarlarına gəldiyində hangi faktorları diqqət mərkəzinə almaq lazımdır? Yəni, acaba İran İslam Cumhuriyyəti devrilirsə, gələcək qurulan devlət İranda
təkəlli bir dövlət, yekdəst bir dövlət. Yəni şah rejimi kimi, yəni şahın mütləq ixtiyarı və ya İran İslam Cumhuru kimi, Xumeyninin və ya Xamneyinin mütləq ixtiyarı kimi bir rejim iş üstə gələ bilərmi? Bir başqa deyişlə, bu suala cavab verirsək ki, İran İslam Cumhuriyyəti deyişiləndə gələcək İran rejimi təkəlli və ya yekdəst Xumeyni və ya şah rejimi kimi bir rejim olmayacaqdırsa, o faktorlar ki bize gösterəcək İran rejimi, İran İslam Cumhuriyyəti deyişiləndən sonra təkəlli və totaliter bir hakimiyyət gəlməyəcəkdirsə, o faktorlar hangi faktorlardır? Məncə İran İslam Cumhuriyyəti devrilib və çevrilirsə, 4 faktoru diqqət mərkəzinə almaq lazımdır ki, o 4 faktor bizə göstərə bilir ki, İran İslam Cumhuriyyətinin devrilib və çevriləndən sonra İranda hangi türlü bir devlet formalaşa bilir? O faktorlardan biri budur. Acaba toplumda tanınmış ve kapsayıcı bir ideoloji var ki, eləyə bilsin İran rejimi dəyişiləndə o kapsayıcı ideoloji veya dine göre İranda totaliter, təkəlli və istibdadi dövlət yaransın. Mesela Xumeyninin İslam'a dayanması kimi veya şah rejiminin İranda Fars ifrati nasyonalizme dayanmaqla hakimiyyət kurması mümkün mü? İkinci faktor, tanınmış ve kapsayıcı bir şəxsiyyət. Mesela Xumeyni kimi, mesela bir başkası kimi. Elə bir adam var ki, İran vətəndaşlarının hamısı onların dinlərinə, milliyyətlərinə baxmayaraq, mesela bir şəxsi yeni bir mütləq hakim kimi seçib və onun əsasında yeni bir devlet kursun. Elə bir imkan var mı? Üçüncüsü, acaba tanınmış ve kapsayıcı siyasi bir təşkilat var ki, eləyə bilsin İran İslam Cumhuriyyəti değişmə ərəfəsində və əsnasında eləyə bilsin yeni bir devletin qurmasına təşəbbüs etsin və bir siyasi təşkilat eləyə bilsin İranın tamam millətlərinə yeni bir devlet kursun. Elə bir imkan var mı? Dördüncüsü, tanınmış ve kapsayıcı umumi əfkarda bir müəyyən zehniyyət geniş vasitədə hakim olması, gələcək hakimiyyətin quruluşunda kapsayıcı bir zehniyyət varmı? Bu 4 faktora baxanda kapsayıcı və tanınmış bir ideoloji daha İranda yoxdur ki, eləyə bilsin. O ideoloji əsasında İran vətəndaşlarını, onların milliyyətlərinə, dinə və cinsiyyətlərinə bağlı olmayaraq bir araya gətirsin. Kapsayıcı bir şəxsiyyət də yoxdur ki, İranda onların, İran vətəndaşlarının zehniyyətinə, cinsiyyətinə, milliyyətinə baxmadan bir şəxsiyyətin dalıcıyız. Orada elə bir şəxs yoxdur ki, tamam İran vətəndaşları o şəxsin arxasına gedib və o şəxsdən bir yeni devlətin qurulmasını tələb etsinlər. Və ya üçüncü, kapsayıcı və tanınmış təşkilat var ki, tamam İranlılar onu qəbul etsin və o təşkilatı gələcək devlətin qurulmasına məmuriyyət versin. Elə bir təşkilat da yoxdur. Dördüncüsü ama tanınmış ve kapsayıcı əfkarı umumi var mı? Var. Bu çok önemli bir faktordur. Geçen yüzyılda İran devletlerinin hem Şah ve hem Xumeyni devletlerinin merkezçi nasyonalizm kapsayıcı formada toplumda var. Amma o kapsayıcı formun mənası o demək deyil ki, bunlar gəlib müəyyən bir şəxsə və ya müəyyən bir təşkilata rəy verəcəklər. Bəlkə o əfkar umumunun səsi və rəyi fərqli partiyalara və fərqli şəxsiyyətlərə bölünəcək və bir mərkəzə yığıla bilməz. Çünki o zehniyyətin içində cumhuriyyətçilər var, o zehniyyətin içində şahçılar var, o zehniyyətin içində solcular və sosialistlər var, o zehniyyətin içində demokratlar var. Bu sayədə o zehniyyətin içindən bir şəxs, bir partiya gələcək İranda bir devlet kurmasına imkan veren bir zehniyyət deyil. Bu 4 faktora baxdığımızda yalnız 4-cü faktorda, yəni o kamuoyu ya əfkar umumuda belə bir kapsayıcı zehniyyət var. Amma o müəyyən bir şəxsə, müəyyən bir təşkilata odaqlanmaması üçün yeni istibdadın yaranmasına İranda yardımcı ola bilməz. Onun yanında bir başka da faktor var. Düzdür ki, Fars nasyonalizme yönelik bir kapsayıcı zehniyyət və ya umumi əfkar var. Amma onun qarşısında bugün qeyri-Fars xalqların bölgələrində, Azərbaycanda, Kürdistanda, Əhvazda, Bəluçistanda, Loristanda, fərqli bölgələrdə fərqli zehniyyətlər və fərqli umumi əfkarın formalaşması və güclü formalaşması istər-istəməz
o mərkəzdə olan aşırı milliyyətçiliyin qarşısında bir başqa zehniyyətdə meydandadır. Bu iki zehniyyət, yəni qeyri-fars xalqların ümumi əfkarı ilə fars mərkəzdə olan o zehniyyət bir-birinin qarşısında duranda siyasi gücdə əks olması istər-istəməz siyasi gücün bir yerə odaqlanması, mütəmərkiz olması, siyasi gücün bir şəxsdə və ya bir partiyada yığılmasının imkanını hətta sifr dərəcəsinə qədər endirir. Adın çəkdiyim faktorları gerçək dünyada da biraz gözdən keçirdəlim. Yəni, deyək, bir şəxs varmı qapsayıcı tərəfdarı olsun? Bir partiya vardı ki, İran toplumunda qapsayıcı tərəfdarı olsun? Və ya bir ideologiya varmı İran toplumunda qapsayıcı tərəfdarı olsun? Bunda mövcud və gerçəkdə olan partiyalar və təşkilatlara baxmamız lazımdır. Ən güclü təşkilat bugün mərkəzdə Mücahidin Xalq qrupudur. Əcəba İranda Mücahidin Xalq qapsayıcı geniş vasitədə İranda yaşayan xalqların tərəfindən himayət olurmu? Hər kəs bilir ki, elə deyil. Mücahidlərdən sonra səltənətçilərə yetişir. Səltənətçilərin öz içində 7-8 dənə partiya var. Onlar özləri ilə çatışmadadır. Hələ qalsın ki, elə bilirsinizlər toplumda bir araya gəlib bir siyasi gücü oluştursunlar. Hətta onların rəhbəri Rza Pəhləvi bir gün cumhuriyyətçi, bir gün isə səltənətçi kimi çıxış edir. Yəni orada da nə güclü bir təşkilat və nə də güclü bir İran çapında İran xalqları tərəfindən himayət olan bir şəxsiyyət var. Ona görə də səltənətçilər də İranda bir dövlət qurması imkanı sifr dərəcəsindədir. Onlardan keçəndən sonra mərkəzdə nasyonalist cumhuriyyətçilər var. PML-li var, pan-İranistlər var və var ki var. Amma bunlar da toplumda geniş vasitə tanınmış deyirlər və bir bütövçü və tək əlli dövlətin İranda qurulmasına imkanları hətta sıfırdan da aşağıyadır. Sonra mərkəzdə sollar var. Sollara da əlbəttə ki, belə bir hakimiyyət qurma imkanı yoxdur. Yəni, belə gəldiyində, əgərsə xalqların bölgəsini, yəni Azərbaycanı, Əhvazı, Kürdistanı, Bəluçistanı, Loristanı, Gilanı nəzərə almasaq, yalnız mərkəz qüvvələri nəzərdə alırsaq, orada görürük ki, bir əllilik, bütövlülük və bir parçalıq heç belə gözə çarpmır, hətta gərginlik gözə çarpır. Çünki orada səltənətçilər mücahidlərlə, mücahidlər səltənətçilərlə, bu ikisi sollarla, sollar bu ikisi ilə heç zaman barışıq bir durumda olmazdı. Hətta cumhuriyyətçilər belə səltənətçilərlə barışa olmazlar, cumhuriyyətçilər bəzən solçularla barışda ola bilməzlər. Bu vasitə ilə əmələn Tehranda ya mərkəzdə bu qrupların huzuru bir təkəlli, bütövçü zehniyyət əsasında İranda dövlət qurmasını sıfır dərəcəsinə qədər endirirlər. Halbuki bu vəziyyətdə biz nəzərdə alanda qeyri-fars xalqların güclərini, məsələn, türklərin güclərini, kürdlərin, bəluçların və ya başqalarını və ya mərkəzdə olan demokratlarının gücünü nəzərə almadan yalnız irticai güclərin, yalnız yeni istibdadın yaranmasına yönəlik gücləri biz burada meydana qoyduq və o güclərin bir araya gəlməsində təkəlli və bütövçü dövlətin qurulmaması çox aydınca, hətta çarpıcıca gözə çarpır. Buna görə də başqa güc faktorları nəzərdə alanda, məsələ xalqların gücləri, xüsusən türklərin və Tehranda türklərin demokratik bir hakimiyyətin gəlməsində bir rol oynamaları, kürdlərin, bəluçların, ərəblərin siyasi rolları, İranın gələcək müəssis məclislərində anayasa, yəni əsas qanunu yazanda onların huzurunun olması siyasi gücü ümumiyyətlə İranın gələcək məclisində geniş vasitədə bölür və İranda bir təkəlli, bütövçü və ya totalitər bir dövlətin qurulmasını kəsinliklə alır. İranda İslam Cumhuriyasının devrilib və çevrilmə ərəfəsində siyasi gücün sifrə dönməsi qeyri-fars xalqların bölgələrində onların güclənməsinə şərait yaradır. Fərqli qrupların arasında olan gərginlik də qeyri-fars xalqların siyasi güclərinin daha genişməsinə fəza yaradır və onlara gələcək İranın anayasa yazmasında bir güclücə rol oynama şəraitini uyğulayır. Gördüyümüz kimi İran İslam Cumhuriyyətinin qalması ilə durum gündən günə, hətta çarpıcı bir dərəcədə xarablaşmağa, siyasi hərəkatların zəiflənməsinə, bastırılmasına səbəb olub və düşüncənin azad bir fəzada dolanmasının qarşısını alacaqdır. İran İslam Cumhuriyyəti çevrilirsə, yeni bir fəzada və fərqli və çeşitli siyasi güclərin meydanda olması
istər-istəməz İranın gələcək dövlət quruluşunda təsir etməsi həm qeyri-fars xalqların siyasi gücünün daha genişməsinə səbəb olur, hətta aydınlığın yayılmasına geniş bir fəza yaranır və demokratik mücadiləyə İranda zəmin düzəlir. Son sözüm bu ki, İran İslam Cumhuriyyəti bugün, hətta bu saat devrilib çevrilirsə, tamam xalqlar İranda ondan bəhrə alıb və tamam xalqlar üçün və İranda demokratik bir şəraitin çətinliyi də olursa, demokratik və ya yarım demokratik bir şəraitin meydana gəlməsinə fəza yaranır. Halbuki indi isə totaliter bir dinçi hakimiyyəti xalqlara, qadınlara, işçilərə, hər bir kəsimə ki adın çəkirsiniz, baskı, sıxıntı və onların irəliləməsinin qarşısını alma ciddicə meydandadır. Hər gün bu rejim sınırsa və çevrilişə tərəf bir qədəm atılırsa, o qədər İranda yaşayan xalqlar və İranda bir demokratik bir fəzanın yaranması, İranda yaranan dövlətin bütövçü, təkəlli və totaliter olmaması siyasi şəraitdə irəliləməyə daha çox imkan yaradır. Elə buna görədir ki, mücadiləni İran İslam Cumhuriyyətinə qarşı genişdirmə və dərinlətməliyik. İran İslam Cumhuriyyəti olduğunda İran xalqlarına heç bir gələcək yox. İran İslam Cumhuriyyəti devrilib çevrilirsə, amma ən azı İranda xalqlara bir ufuk yaranır. Bir gələcək qurmağa şərait yaranır. Bu ona görə bu günü İran İslam Cumhuriyyətinin dəyişilməsində sabaha satmamalıyıq. Təşəkkür, məni dinlədiyiniz üçün.